Nalim Ömər, siz də xoş gəlmişsiniz. Çox sağ olun. Çox sağ olun. Dərsi başdan axıra kimi həvəslə izlədiniz. Sizin həm peşənizə, həm aşbazlıq sənətinə olan sevginizi mən qıraqdan çox gördüm. Yəni buna görə sizə alqışlayıram. Çünki müəllim adı həqiqətən də sizə yaraşır. Müəlliməmizə alqışlayıram, Nalim Ömər. Sağ olun. Həqiqətən də Nailə müəllimə bayaq söz verdiyim kimi inşallah xəbər edirik. Ayda bir dəfə də olsa, lap 2 dəfə də olsa problem yoxdur. Yəni gəlib mən sizin reabilitasiya mərkəzində tələbələr master-klass keçməyə hazıram. Yəni təmənnasız. Yəni həqiqətən mən bu uşaqları sevdim. Həqiqətən. Və xoş oldu sizin bura. Biz ora gəlmişdik. Yəni sonra da sizin bura gəlməyiniz həqiqətən xoş oldu. Mən bilmirdim necə bu tezliklə gəlinəcək. Yəni çox sağ olun, var olun və müəllimə, bu xırçıltını, bu sesi biz heç nəyi dəyişə bilmərik də, hə? Bir dənə bura bax. Bunu belə kesdik. İndi mən onun dilimini ayıracağım. Bura bax. İçini. Qoxu olaraq da bəyəndiniz uşaqlar. İndi yiyəndən sonra deyərsiniz də inşallah bəyənib bəyənməməyinizi. Çox gözəl bəlim. Burada Rəhlə Baxmada salam söyləyirəm. Yanınızda deyildi bugün, burada deyildi, amma burada çox salamınızı çatdırın. Təşəkkür edirəm ki, bu cür şahid yaratmağa kömək edirik və bu cür tələbələrə öz evladı kimi hamınız bir yerdə yanaşırsınız. Minnətdaram sizə. Çox sağ olun. Siz nə deyə bilərsiniz? Bu sahədə bu uşaqlara nə arzu edirsiniz ki, peşəsini necə seçsinlər, nə nöqsanlar varsa onları aradan götürsünlər. Nə mane olur bu gün bunlar aşbaz olmamağı üçün? Məncə heç bir anlam yoxdur mənim fikrimcə. Biz də əlilliyi olan şəxslərin peşə əmək reabilitasiya mərkəzində aşbaz müəlliməsi işləyirəm, Nailə müəllimə. Yəni çox həvəslə işləyirik. Adı əlillərdir, amma mən sizə deyərdim ki, elə sağlam insanlar var baxanda deyirəm ki, mənim uşaqlarım bunlardan daha istedadlıdırlar, həqiqətən də. İnsanda istək olmalıdır. İstək olandan sonra məncə hamı insanın əqli olmamalıdır. Bəli. Yəni öz ideyaların üzərində çalışmalıdır ki, bəli, mən olmalıyam. Niyə məndə bir əlil qız vardı, həmişə deyirdi, o birincidirsə, niyə mən ikinci olmayım və həmişə bu devizi mən bunlara deyirəm və bir də onu deyirəm. Heç vaxtda aşbazlıq kursunda müəyyən bir yerdə bahalı işçi kimi götürürlər onları, yəni yaxşı miqdarda pul verilir, onun dalıcan qaçmın. Həmişə sənətin dalıcan qaçın, pul özü dalıca qaçacaq, bütün masterlər də dalıca sizə axtaracaqlar, filan usta yaxşı bir şeydir. Bəli, yəni ki, öz nəfsinizə uymayın, öz əl sənətinizi göstərin. Həmişə hər bir kursda bunu deyirəm. Bacardığımız qədər bugünkü göstərdiklərinizi çox sağ olun Günel xanım. Vallahi çox dərin öyrədirdiniz. Halbuki o bıçaq tutmaq da belədir, taxtanı boşaltmaq. Bütün bu işləri öyrədirik. Bacardığı qədər uşaqlar görürlər, götürürlər. Praktikamız biraz sizdəki kimi olmuyor. Çox təşəkkür edirəm sizə. İnanın ki, bugünkü gün mənim xəyallarımda olan arzulardır. Həmişə deyirdim ki, bax belə bir yerlərə qonaq gedək, yaxud bizi gəlsin, belə bir əməkdaşlıq yaradaq və uşaqlar nə olsun, teoriyanı çox keçmək olar. Vallahi yadımdan çıxır. Amma ki, ona praktika da etmək, hər bir uşağın əlində bıçağı işlətmək məsələsi ən çətin bir şeydir. Bax, onun üstündə mən nə qədər dərs keçirəm. Bıçağı basma, bıçağı itilə. Bax, xırdalıqlar çoxdur, yəni bu xırdalıqları gördülər. Çox sağ olun, hamınıza təşəkkür edirəm. Bu arada dizayn müəllimlər üçün çox təşəkkür edirəm. Sizin də Cəvahir Günel xanım, hamınıza çox sağ olun, var olun. Və çox sevinərdim ki, əməkdaşlığımız sonsuz olsun. İnşallah daha sıx olsun, daha sıx olsun. Çox sağ olun. Nə xeyirli olacaqsa, həməndən sonra bizim Allah sizdən razı qalsın. Müəllimlərin yanında olmağına tamamilə hazırım. Çox sağ olun. Yaxşılıq bizə məxsusdur. Biz Bəli, olmalı. bəli. İnşallah siz nə yaxşı ki gəlmişsiniz. Sizi almışlar. Xəyallarımızı